Selamünaleyküm. Selamünaleyküm. Bugün neredeyik? Bugün yine Toraya bölgesindeyiz. Sonuncu videoda burada kalmıştık. Burada bizim kaldığımız yerdi. Rantepao şehrindeyim. Gidiyoruz yavaş yavaş. Dünən gittim biraz. Şehri falan biraz araştırdım. Motosiklet falan icarə elədim. Çünki motosikletsiz. Anin. Hola. Gittim motosiklet falan icarə elədim. İndi də çıxaq gedək biraz şəhərdə gezək. Şəhərdə deyəndə ki, Toraya, şəhərdə demək adamın indi qəsəbə tərzi bir şeydir, amma bölgələri maraqlıdır. Gedək Torayanın bölgələrini, ətrafını falan biraz sizə göstərim. Çox maraqlı bir yerdir. Deyirəm sizə dedim maraqlı yerdir. Bu evlər görürsünüz. Bu evlərdən göstərəcəm sizə bir xeyli və hamısı haqqında da məlumat verəcəm. Gedək amma nə deyir? Nə də yaşsana bizi. Gedək hamısı haqqında ətraflı məlumat verəcəm. Hadi gedək. Bura Rantepao'nun mərkəzidir. Burada Rantepao. Hələ də yeni il ağaçları qalıbdır, amma təbii ki, buralarda yolkadan olmuş. Nə bilim, plastik kutukadan, buradakı plastik kutukadan düzəldiblər. Buradakiləri şeydən düzəldiblər, nədir onun adı? Adi şeylərdən düzəldiblər. Buradakiləri nə bilim, parçadan düzəldiblər. Bu arada azan verilir. Baxmayaraq ki, Toraya bölgesinin əksəriyyəti xristiyandır, amma burada da məscidlər var və azan səsi eşitmək mümkündür. Toraya bölgesində də Rantepao şəhərində. Çəkildi, vuracam səni. Çəkil! O bu yol basıb gəldim. Bağlı körpü tikirlər burada. Körpü tikirsizsə niyə bunu körpü nə remont edirlər tikirlər. O başqa aradan gedə bilərəm ora. Heç nə. Çayın o bir tərəfindən fıram oradan gedəcəm. O yol gəlmişdim. Heyf. Düyü tarlalar. Hadi qaydaq gedək. O bir tərəfdən keçib oraya geçib. Nə illa eləndi dedilər, başqa yol zad yoxdur. Ancaq buradan da motosiklet çıxaqla piyada gəl keç. Bunu qutarım buranın için. Batmayın buranı. Hər gün nədən satmışıq buradan. Bambudan bir tane körpü şey düzelttim. Onun düzeyli yol. Oğul olsun. Zeka desem var. Bitmeyen bir tane körpüsü var, onu da təmir ederiz. Ama necə gəl ki yer? Mənzərəsi var. Bu gördüyünüz evlər Torayanın məşhur evləridir. Bu bölgənin, belə deyim, stilistikası formadadır. Bu evlər adlanır Tonkona. Bunların hamısı evdir. Ümumiyyətlə Torayanın bir çox yerində bu cür evlər, yəni görmək mümkündür.
ənənəvi evlərdə belə deyək Sorayanın. Fikir verin, buynuz formasındadır. Həm də gəmiyə oxşuyur. Səbəbi nədir? Çünki Toraya bölgəsinin ən müqəddəs heyvanı bufalo hesab olunur. Nə bilim, kimsə öləndə onun ruhunun şərəfinə bufalo kəsirlər və s. və ilə axır. Onun üçün də bufalo buralar üçün çox amma çox müqəddəs heyvandır. Onun üçün də evlərin dizaynı bufalo buynuzuna oxşur. Fikirlənən burada da bufalo buynuzları var. Bufalo buynuzları. Yəni bu evlərin tikilmə səbəbi şey deyil də, yəni özləri rahat yaşasın, kənardan qəşəng görünsün falan deyil. Yəni sırf əcdadları üçün tikirlər ki, əcdadlarının ruhu belə deyim, rahat olsun. Dizaynların hamısında fikir verin, fərqli elementlərdən istifadə olunur. Bu da həmin ailəyə xas olan, həmin nəsilə xas olan şeyləri göstərir. Bundan da əlavə dediyim kimi Torayanın bir çox yerində bu evləri görmək mümkündür. Torayanın çünki ənənəvi evləridir. Və bu evlər satıla bilməz. Çünki əcdadların ruhu bundan çox böyük narahatçılıq keçirər. Əcdadların ruhunun hələ də onları izlədiyini düşünürlər. O evlər kirayə verilə bilməz. O evlərdə yəni başqa şeylər keçirilə bilməz. Evlər hündürdə olmalıdır. Çünki dəfn mərasimlərində o ölülər çıxardılıb buradan göstərilir və o göstərilərkən nə qədər hündürdə olsa, bir o qədər çox insan onu görə biləcək. Belə bir maraqlı yerdir. Amma bir çox artıq bu Tonkanın evləri yaşayış üçün deyil. Çünki artıq bu ənni getdikcə yaşayışdan çıxır və dini ritualların, dəfn mərasimlərinin falan olduğu bir yerə çevrilir. Yəni Tonkanın evlərində artıq insanlar ucqar kəndlərdə yaşayırlar, amma o da çox az. Əsasən gündəlik normal evlərdə yaşayırlar, amma onların da dəfn mərasimləri üçün, nə bilim, hər hansısa dini ritualları falan yerinə gətirmək üçün bu evlərdən istifadə edirlər. Burada da dini rituallar falan yerinə getirilir bu hissədə, mərkəz hissədə. Arkadaşlar, bu daşlar neysə simvolizə edir, yəni bu formada yığılmağı. Yəqin ki, ölənlərin, ruhların falan simvolizə edir. Mən elə düşünürəm. Yəni dediyim kimi, dinə alınan Mahir 1920 doğulduğu tarixdə mi ölübdür? Yəni həmin gün mü ölüb? 1975-85 yaşında doğulduğu tarixdə ölüb. Məncə yəni elə bir mövzudur bu. Ölənlərin ruhlarının şərəfinə bu cür qəbirlər. Qəbir deyil daha doğrusu, belə daşlar ucaldır. Çünki burada torpağa bastırılmır. Ölən insanlar torpağa bastırılmır. Çünki bu cür daşlar qoyublar onların ruhlarının şərəfinə. Mən elə düşünürəm. Yəqin ki, də elədir. Yəni 90% deyirəm elədir. Girib baxacam bir də internetə girib baxacam buna. Baxıb deyəcəm özüm. Ona oxşar bir şeymiş, yəni. Bunların hamısı bir mərasimi, burada bir mərasim keçirilir. O mərasimi təmsil edir. Və o mərasim zamanı da bir dənə daş buradan qaldırılır. İnsanlar kollektiv şəkildə gəlib bu daşı qaldırırlar. Və daş nə qədər hündürdürsə, o ailə o qədər zəngindir, o qədər böyük sayılır. Və bu daşlar qaldırılanda burada, bu mərkəzi yerlərdə, bu buralarda bufalo, bir də donuz qurban verilir, kəsilir. Və əgər bufaloların içərisində albino bufalo varsa, bu həmin ölmüş şəxsin, o belə deyim də, o nəslin böyüklüyünü göstərir. Əgər albino ağ rəngdə bufalo varsa. Belə bir. Ay nə deyək, hürürsən be. Düz tarlalar var orada. Keşke itayi əli elə.
İtaliyəli elə. Lan kəndlər də oralar. Benim burada ne itim azı. Ben buradan. Ha bunun bir ayağı ha. Ay bunun bir ayağı yoktu. Sen ha burada da. Öyle koktu. Aa domuzlar. Ne tersi? Ha. Ne bir domuz var burada. Bir şey şirin yerde var. Manaflı yerde. Gözler gibi. Evveller burada yaşayış falan çok olurdu ama şimdi esasen dini ritualların falan yerine getirmesi için saxlanırdı. Saxlanıb deyəndə bu evlərin satışı falan hamısı qadağandır. Yəni o həmin ailəyə məxsusdur, həmin nəslə məxsusdur bu evlər. Burada bir şirin balaca bir kilsə var. Niye burayla gəlmədim? Fırlandım bir də belə gəldim. Burayla gələrdim, buradan yol var idi. Keyf əməyi. Hello. Bir cənazə mərasimi gedir qabaqda. Amma onlar buraya gəldilər. Maşallah yəqin çox fərqli yol istifadə etdilər. Ora getmək istəyirəm. Yəqin ki orası çox uzaqda olacaq. Amma necəsə gedəcəm ora. Ora necəsə gedəcəm. Bilmirəm çox uzaqdadır. Nə qədər gedəcəklər Allah bilir. Düşünürəm dallarına gedirəm. Bilmirəm hara gedirlər. Yes. Do you want I want to see funeral. Oh. İşte belki bir cenazeden daha danışıyorum. Thank you, thank you my friend. Thank you. Go. Yazımda ilk sefer. Ay yok bunlar ənəvi dəfn değil. Yok, elə bildim ənəvi dəfindir. Bu adı Hristiyan dəfni deyəsən. Adı Hristiyan dəfni bu. Ya, ilk sefer bir cenazeden daha danışmışım. Burada dəfn edəcəklər. Yəqin ki. Hello. 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 Bir dəfn mərasimində İndoneziyanın Sulawesi adasında. Papatir ko. Nako pero serangan barko. 1, 2, 3. Satu. Semata ni. Oh, ulah
Nabantu mi sulatan mi. Wajah ni kita. Oke baik. Konten kalau tu. Konten itu. Şöyle çok net. Usaha jom mana? Kali kamu. Jadi kan kiri kan apa kau orang mikir. O zaman diyeceğim çömeleyim. O zaman diyeceğim çömeleyim. Göz çömeleyim. Göz çömeleyim. Allah rahmet etsin. Allah rahmet etsin. Jangan ke pisau. Oh iya ya. Oh ini apa taruh pisau itu? Apa? Lalu manja. Hindi peta apa no. Lalu madir kalau ni. Bu formada ileride bastırırlar. Bunun kapısı açılır. Tabut içeri koyulur. Tabut içeri koyulur. Kapısı bağlanır. Bisa dua metina. Yang besar. Berapa Pak? Desa berapa? Ay, bu Penoko dulu kan? Si penoko. Ada di penoko. Baik. Yuk. Mana? Kasih tu dah. Tadi betapa ni saya betapa ni pilih tu macam ni. Ya tu kamu tahan apa ibu kau angkat kami tu jom kita. Oh yo, panel. Panel rokok. Paling asyik tu. Tanda basit tu mangon dong. Abi dulu kodak. abi kaldırın bunu. Yes. Abi kaldır. Okay. This is boarding. Okay. Abi kaldırın ne kaldırın. Berkonten dulu ah. Oke, kok. Oke. Kamu lihat kita Dari rampanan gue Jangan lepas ya. Ama Jangan lepas ya. Jangan. Daging ni rampanan ya. Belesa kamu teh nama paling pinjong. o mana oro. Lewat apa kau? Tek hol. Bisa nih, bisa. Bisa nih. Taruh. Suku lumayan sama kosong sampai dah. Oh ya lagi suruh mati. Yo, bisa nih. Abi da baş sesime düşüp. Kalau dengar kilo itu tak. Ano, Ah, beli tanda. Söyle. Yo. meron sa pede. Ya. Ikam for Azerbaijan. Peki. Ya tu kamu terakhir nak utur taruh tam to. Yo, tanto bisa Oke, benil ako na to. Sipi kata mana lah? Ya tu kamu. Dan mesti dalam mele. Rest in peace. Oke, bây giờ ba đang còn bán thằng lấy cái bán cái gì của hàng thuốc ba phút. Này tua lên. Đây này. Azerbaycan. Moldova. No. Georgia, Russia, yes. Iran, Country. yes. Near Turkey. Near Turkey. Yes.
Azerbaijan sangat tama World Cup Azerbaijan. Huh? No. World Cup? No. No World Cup. Eliminate. Tapi good food. No, football, no. Good. Azerbaijan. No good football. Wrestling. Uzbekistan Wrestling, yes. Azerbaijan, Uzbekistan. Apa peta? Sadik. Daniel. Sadik. Nice to meet you. Daniel. Where you from? Azerbaijan. 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 Aku Azerbaijan. You alone come for here? Huh? You alone come for here? Yes, alone. Alone? Yes. Oh, you go to museum? Yes. House. Yes. I thought. Belə. Bir dəfn mərasiminə gəldik Sulavesidə Toraya bölgəsində. Allah rəhmət etsin. Gedək. Drink. No, thank you. Rest in peace. Thank you. Bundan öncə qalxdım mən. Thank you very much. Thank you. See you. Thank you. Çox maraqlı bir təcrübə oldu. Dəhşət. Gördüm oradan bir cənazə maşını gedir. Qaçdım dalınca. Yoldan da bir dənə motosikletlə bir keçir. Dedi, hara gedir? Dedim ora. Dedi, aparım. Gəldim bulan. Dəfninə kömək elədim. 1000 dəfə sağ ol dedilər mənə. Böyle maraqlı bir hadisə. Demədim məni dala qaytaran. Üzüm gəlmədi demək ki, məni dala qaytaran. Amma çünki bilirəm ki, bunlar indi birazdan qaydacaqlar dala. Dala qaydanda bilirəm ki, bu yolla gəlib keçəcəklər. Deyəcəklər ki, gəl aparaq. Onu bildiyim üçün də demədim məni dala qaytaran. Ümid edirəm ki, bütün bu yolu piyada qayıtmayacağım. Bu arada cənazədə hamı qara paltarlıydı. Bir dənə oranjlı, yəni daha renkli paltar giyinən tək adam mən. Bir dənə renkli paltar giyinən mən idim cənazədə. Cənazədən qayıtmadılar, bunlar qayıdından bu yol piyada getməyək. No, it's okay. Ağır, 2 nəfər deyir, bunu düşürdüm, sənə aparım deyirəm. Yox, aparma, lazım deyil. Satmışam da bir şey qalmıyor. Hörmətimə bax, deyir ki, bunu düşürdüm, dostu da, kanka, qardaşdır. Deyir ki, bunu düşürdüm, sənə aparım. Dedim, yox. Burada mənim motosikletimə gedənə qədər bir 3 km məsafə var dəqiq ki. Bu motosikletimlə qayıdıb gedərəm. Alo. Həcə qayıdırlar. Bu qayıdırlar və mən çatdım. Bunlar qayıtdılar, mən də çatdım. No. It's okay. Thank you. Just here. Thank you. Okay. Yes. Cevap para. Ne dersen? Alo. Ha. Bir cevap para dedim ben çattım diye hara parası. Burada. Bu geçen hürmetim oldu burada. Bütün Slovesiya, Toraya yolu düşsə adımı verin deyin. Sadiq Azərbaycandan deyəcəklər ki, qardaşdır.
Hello. Çəkirəm. Qaydaq gedək. İyi yol. Bu kraskalı tez qutar. Nə bu? Cəmaət narahat olur burada. Bu tot cənazə hardan gətirir? Yəqin niyə bu birisi yolla gətiriblər də bunlar. Buradan çünki yəqin arxaya bir dənə də yol var. Uzun yol yəqin. Qutarın qardaş, tez işləyim buranı qutarım. Cəmaət əziyyət çəkir. Bu cənazə narahat olur. Hello. Hello, mister. Üç. Hello. Mamiela. Hello. Hello. Haydi yoluna gerek. Ağzından duramıyorum bir şeyler yiyeyim. 4-5 saatte buradayım ya. Gideyim yavaş yavaş. Buranın yolu bütün. Sermet bir gene bunlar bir yola gelmiş ha. Burada da bir şey olmalı. Dediler burada da bir maraklı bir yer var. Bu taşlardan burada da çoktu. Mektep diyor ya. Mektep yok. Ben yeter biliyorum. Babasını terbiye. Terbiye yok da, terbiye yok, kanacak yok. İndiki gençlerdir. Burada bunların başka bir mezarı var. Qayanın içerisinde. Qayanın içinde bir mezarı. Bu evden burada da var balacasından. Qayanı oyubdular böyle, yəqin ki oyubdular. Oyub içine yəqin yerləşdirdilər. Beton yoxsa qayadır. Net. Bir maraqlı bir yer. Burada torpaq müqəddəs hesab olunduğu üçün oraya da torpağa cənazəni torpağa bastırmırlar. Torpaqdan kənar yerləşdirirlər yəni. Həm də ki bir çox yerdə ya bu videoda ya bundan sonraki videoda o barədə danışacağım. Bir çox yerdə ümumiyyətlə meyitləri arada bir çıxardırlar, gətirirlər, onun paltarını dəyişdirirlər falan beş mükan, yəni torpağa bastırmırlar heç vaxt. Yəni, bunun içərisində də yəqin ki cənazə var. Belə. Qabaqçı göynələr var. Burada başqa bir bu qayalıqlardan, qayaların bayaq izah hər birisi bir şəxsi təmsil edir, bir şəxsin ruhunu təmsil edir. Nə qədər iridirsə, nə qədər hündürdürsə, o şəxsin bir o qədər necə deyim, statusda olduğunu göstərir bu qayalar. Hello. Burada da o qayaların içində dəfnlər görürüz. Bufalolar Toraya bölgesinin ən dəyərli heyvanları hesab olunur, ən müqəddəs heyvanları hesab olunur, amma bu cür albinos bufalolar lap dəyərlidir, çünki ən dəyərli şəxslərin cənazəsində albinos bufalolar qurban olaraq kəsilir. Əgər bir şəxsin cənazəsində albinos bufalo qurban olaraq kəsilirsə, bu onun statusunun nə qədər yuxarı olduğunu göstərir. Bu videonu elə burada yekunlaşdıraq. Video çox da uzanmasın. Bu gün ancaq qəbir ərəsi idi. Sabah da qəbir ərəsi heç bir ehtimal, amma düşünürəm ki, maraqlı bir video oldu. Ən azından mənim üçün maraqlı bir gün keçdi. Belə. Yeni şəhərlərdə, yeni ölkələrdə, yeni videolarda görüşmək ümidi ilə. Sağ olun.